uyğun günəş qoruyucular necə seçilməlidir və günəş qoruyucular necə istifadə olunmalıdır? Təbii ki, günəş qoruyucu seçərkən yaşanılan coğrafi ərazi, mövcud fəsil nəzərə alınaraq, insanın yaşı, onun dəri tipi, dəri rəngi, yəni birincili, ikincili ağbəniz dəridirmi, buğday dəri, qaraşın dəridirmi, bu rəhbər tutularaq bundan başqa diqqət yetiririk ki, dəri xüsusiyyəti necədir, həssas dəridir, ləkəyə meyilli dəridir, yağlı dəridir, quru dəridir, qarışıq dəridir. Bütün bunlar ümumi aydınlaşdırılaraq uyğun bir günəş qoruyucu seçilməlidir. Ümumiyyətlə günəş qoruyucunu biz bütün fəsillər boyunca istifadə etməyə məsləhət görürük. Çünki nəzərə alsaq ki, qışda deyək ki, qar yağır, qarın günəş şüalarını əks elətdirməsinə görə yayda eləcək ki, məsələn, duzlu su olsun və yaxud da ki, qum olsun, bunlar günəş şüasını əks elətdirə bildikləri üçün dəriyə zədələyici təsir göstərə bilir. Xüsusilə də ki, ultrabənövşəyə A şüasıdır ki, bu ultrabənövşəyə B şüasından fərqli olaraq bütün fəsillər boyu davam edir, yer üzünə azon təbəqəsindən rahatlıqla keçib gələ bildiyi üçün dərimizə birbaşa təsir göstərir. Buna görə də biz qış fəslində də insanlara çox zaman SPF 15 istifadə etməyə məsləhət görürük. Yay fəslində isə SPF 30, SPF 50 plus şəklində günəş qoruyucuları istifadə etməyi tövsiyə edirik.